Xəzər Neftqaz 96 konfransında Dövlət Neft Şirkətinin vitse-prezidenti Said İbrahimov Xəzərdə neft hasilatının qısa tarixini danışaraq əsas diqqətini Dövlət Neft Şirkətinin və ABŞ-in keçən il ərzindəki fəaliyyətinə yönəltdi. Vitse-prezident əsri müqaviləsindən sonra xarici şirkətlərin Azərbaycan yataqlarının istismarına marağını artdığını qeyd etdi və dedi ki, Azərbaycanda birgə müəssisələr yaranmağa başlayıb. ABŞ-in prezidenti Terry Adams Azəri çıraq günəşi yataqlarının kəşfi və istismarı üzrə müqavilənin həyata keçirilməsi haqqında çıxış etdi. Terry Adamsın sözlərinə görə 97-ci ilin ikinci yarısına 2000-ci ilə kimi çıraq bir yatağına ilkin neftin hasilatının başa çatması nəzərdə tutulur. ABŞ-in başçısı ilkin neftin ixrac proqramı və 95-97-ci ilin büdcəsi haqqında məlumat verdi. Terry Adams Xəzər Neftqaz 96 konfransında çıxışını keçmişi olmayan ölkənin gələcəyi yoxdur sözləri ilə bitirdi. Britaniyanın Energetika Nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə yalnız videokamera və fotoaparatların iştirakı ilə görüşən Heydər Əliyev daha sonra Azərbaycan-Britaniya Ticarət Sənaye Şurasının birinci sessiyasını açdı. Heydər Əliyev Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlərin inkişaf tempindən razı qaldığını bildirdi. Daha sonra Əliyev dedi ki, belə bir şuranın yaradılması ikitərəfli əlaqələrin intensivləşməsi və güclənməsinə xidmət Şura üzvlərinə müraciət edən prezident, Böyük Britaniya ölkə iqtisadiyyatının investisiyalaşdırılmasında rolunu qeyd etdi. Bizim böyük imkanlarımız var və biz ondan istifadə etməliyik. Heydər Əliyev belə bəyan etdi. Şuranın iclasında iştirak edən Britaniyanın Energetika Naziri Tim Egarov bildirdi ki, Britaniya Azərbaycan münasibətlərinin bugünkü səviyyəsindən razıdır. Amerika Birləşmiş Ştatlarının Energetika Naziri müavin Charles Curtis sərgin Amerika pavilyonundakı mətbuat konferansında bildirdi ki, Amerika hökuməti tezlik və mənfəət əldə etmək üçün Xəzər yataqlarının işlənilməsində, Xəzəryanı dövlətlərin stabilliyi və müstəqilliyində maraqlıdır. İran Şah dəniz yatağının işləməsi ilə bağlı isə cənab Curtis bildirdi ki, Amerika Birləşmiş Ştatları Azərbaycan maraqlarını hörmət edir. Amma Amerika hökuməti bilir ki, İran beynəlxalq terrorizmə köməklik edir. Buna görə də Azərbaycanın İranla əməkdaşlığına müəyyən münasibət var. Xəzərin status məsələsinə toxunaraq Energetika Nazirinin müavini dedi ki, Xəzər şerifində layihələrin işlənilməsi status məsələsi müzakirəyə çıxarılmamışdan başlanıb. Prezident Heydər Əliyev və Amerikanın Energetika Nazirinin müavini Charles Curtis Azərbaycan-Amerika əməkdaşlığının strateji xarakter daşıdığını bəyan etdi. Heydər Əliyev dedi ki, Azərbaycan-Amerika seçki-qabağı vəziyyəti izləyir və Clintonu dəstəkləyir. Əliyev Rusiyada prezident seçkisində Yeltsinə dəstəklədiyini bəyan etdi. Çünki Rusiyanın indiki prezidenti keçmiş SSR Respublikasının müstəqilliyini tanıyır. Əliyev bununla bağlı olaraq bildirdi ki, Azərbaycan iqtisadiyyatının liberallaşdırılması və cəmiyyətin demokratikləşdirilməsi yolunu tutub. Charles Curtis cavab nitqində ABŞ hökumətinin iqtisadiyyatının liberallaşdırılması və cəmiyyətin demokratikləşdirilməsi sahəsində Azərbaycan rəhbərliyinin atdığı addımları yüksək qiymətləndirdiyini bəyan etdi. O bunu da qeyd etdi ki, ABŞ hökuməti şəxsən prezident Heydər Əliyevin səyləri nəticəsində regionda yaranmış sabitliyə böyük əhəmiyyət verir. Onun sözlərinə görə Azərbaycanın müstəqilliyinə qarşı hər hansı hərəkəti Amerika hökuməti regionda ABŞ siyasətinə ziddi addım kimi qiymətləndirəcək. Curtis Azərbaycan prezidentinə Bill Clinton salamını və Amerika Birləşmiş Ştatlarının Energetika Naziri Hazel O'Reilly'nin məktubunu da çatdırdı. Yeni iyun Yeni Xəzər Neftqaz sərgisi. İlk baxışdan heç nə dəyişməyir. Dəyişən nə varsa gözdən kənar yerlərdədir. Məsələn, götürək yeməkxanadakı qiymətləri. Maraqlananların nəzərinə sadə bir arayış. Bir stəkan su $1, İngilis sayağı səhər yeməyi $13, nahar yeməyi $18-dir. Yeməklərin çeşidinə gəldikdə isə müxtəlif növdə şirniyyatlar, salatlar və isti xörəklər böyük səriştə ilə hazırlanır. Bu yay günündə küçədəki nəqliyyatdakı basa-basdan fərqli olaraq bura gələnlər sadəcə çox deyil. Əlbəttə, xarici kampaniyaların nümayəndələri nəzərə alınsa. Sərginin təşkilində incəliklərinə kimi hər şey nəzərə alınır. Zibil qutularından tutmuş yanğın söndürmə xidmətinə dək hər şey yerindədir. Əlbəttə, sərginin uğurlu keçməsində ətrafdakı sabitliyi və təhlükəsizlik havasını qoruyan şəxslərin də rolu böyükdür. Axırda yolumuzu tibb məntəqəsindən saldıq. Yeməkxanadan fərqli olaraq burada xidmət pulsuzdur. Özü də yüksək keyfiyyətli ləvazimatlarla. Müraciət edənlərə yardım üçün burada oksigen balonlarından qan zərdabına qədər müxtəlif tibbi ehtiyatlar var. Burada hətta boğaz yollarının yad işimlərə tutulmasının qarşısını almaq üçün vasitə də var idi. Buna görə də sizə arxain edə bilərəm ki, yeməkxanadakı dadlı tikələr Allah eləməsin kimisə boğazında qalsa, bu məntəqədə ona da əlac tapılacaq. Artıq bizim kampaniya konsorsiumun üzvüdür. Buna görə də mənə elə gəlir ki, belə bir bəyanat özəl kampaniyaların fəaliyyətində heç bir problem yarada bilməz. Mətbuat konferansında Jan Sedrinci Azərbaycan səfəri nəticələrindən danışdı. INS reportörün sualına cavab verərkən bildirdi ki, Azərbaycanın Avropa Şurasına üzv olmasına düzgün yanaşır. Avropa Şurasının Zaqafqaziya Respublikalarının üzvlüyə qəbul etməli olduğunu deyən qonaq bir anlamda qoydu ki, həmin dövlətlər öz növbəsində şuranın əsas prinsiplərini qəbul etməklə ona riayət etməlidir. Bunlar sırasında parlament demokratiyasının, insan hüquqlarının qorunması və hüquqi dövlət quruculuğunun adını çəkdi. Onun fikrincə, milli azlıqların hüquqlarına hörmət,
söz azadlığı, ölüm hökmünün ləğvi, cinslərin hüquq bərabərliyi amilləri ilk şərtlərə daxildir. Seçilənci qeyd etdi ki, Azərbaycana xüsusi dəvət olunmuş qonaq statusu verilməsi bu dövlətə qarşı inamın nəticəsidir. Müəyyən müddət ərzində Azərbaycan qeyd olunan şərtləri yerinə yetirsə, bu strukturun tam hüquqlu üzvü olacaq deyən buna əlavə etdi ki, daxili ictimai siyasi mühit qənaət bəxşdir. Seçilənci onu da qeyd etdi ki, Azərbaycan dünyəvi dövlət olaraq Avropada öz yerini tapmalıdır. Anar Yusufoğlu mətbuat konferansında. Milli Məclis vaqe olur ölkənin ikinci binasında. İştirakçılar, millət vəkilləri, çıxışçı, Hüquq Siyasət Komissiyasının sədri Zakir Zeynalov. Mövzu, ANS-in ardıcıl toxunduğu müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanun layihəsi. Çıxışçı ərz edir ki, bu sənəd elm, ədəbiyyat və incəsənət əsərlərinin, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin yaradılması və istifadəsi ilə əlaqədar əmələ gələn münasibətləri tənzimləyir. Sonra isə bəzi ifadələrin mənasını anladır. Sual vermə məqamı yetişir. Milli vəkillərimizə yalnız əsər müəllifinin hüquqları maraqlandırır. Elə ki, fəsil və fəsil müzakirə başlanır, yerdən bir parlament bəndəsinin bütövlükdə səsə qoyun deməsi hamının ürəyindən xəbər verir. Hamı bir səslə Azərbaycan ərazisində müəllifin hüquqları haqqında qanuna səs verir. Sonra Eldar İbrahimovun təqdimatı və müdafiəsi ilə meliorasiya və irriqasiya haqqında qanuna baxılaraq müzakirəsiz qəbul edilir və deputatların charter siyasəti başlanır. İmamverdi İsmailov bəyan edir ki, hökumət hesabat versin. Kərim Kərimov sədri deputatların hörmət etdiyini xatırlatmaqla Rəsul Güləyev bu hörmətdən sui-istifadə etməkdə qınayır. Onun fikrincə, iclasda sədrlik edən deputatların sözünü kəsir və s. və ilaxır. Məsələn, 78 deputatın arxasını yerə vurur. Rəsul Güləyev soyuqqanlıqla bəyan edir ki, o heç kimin qolundan tutub səs verdirmir və demokratik müzakirələr aparmağa imkan yaradır. Toğrul İbrahimli haray çəkir ki, Saray qəsəbəsindəki 7 nömrəli internat məktəbində 169 uşaqdan 33-ü tələf olub ki, bu halət toyuq fermasında da baş vermir. Qoy Sosial Təminat Naziri gəlib buradaca istefa versin. Məclis iyunun 7-sinə qədər tənəffüsə çıxır və Anar Yusufoğlu parlamanın binasından mürəxxəs olur. İnquşetiya paytaxtı Nazranda Rusiyanın millət məsələsi işləri üzrə naziri Vyacheslav Mikhaylov və Çeçen mücahidlərinin qərargah rəisi Aslan Masxadovun başçılıq etdiyi nümayəndə heyəti danışıqları davam etdirir. Danışıqlarda mayın 27-sində Moskvada əldə olunan razılaşmanın bir neçə konkret bəndinin həyata keçirilməsi məsələsi müzakirə edilir. Çeçen nümayəndə heyəti sülh sazişinin yeni şərtlərini irəli sürür. Həmin şərtlərdən biri iyul ayının 1-nə kimi federal qoşunların Çeçenistandan çıxarılmasıdır. Bunun əvəzində Çeçen tərəfi 2 ay müddətində Respublikanı hərbi qüvvələrdən azad etməyə söz verir. Şərtlərdən ikincisi, dövlət orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad demokratik seçkilər keçirilməsidir. İrəli sürülən şərtlərdən üçüncüsü isə ondan ibarətdir ki, Çeçenistan-Rusiya münasibətlərinin formulunu Çeçen xalqının istəyi ilə seçilən dövlət hakimiyyəti müəyyən etməlidir. Danışıqların nə vaxt başa çatacağı hələ məlum deyil. İşgəriyyənin informasiya naziri Mevladi Udundov isə danışıqların iyunun 5-də başa çatacağını istisna etməyib. Переговоры ведутся достаточно трудные, сложные, как сказал генерал Масхадов. Войну начинать было легко, заканчивать ее очень трудно. Misir prezidenti Hüsnü Mübarək, Fələstin Azadlıq Təşkilatının lideri Yasir Arafat və İordaniya Kralı Hüseyn İordaniyanın Aqaba şəhərinin təyyarə limanında görüşüb. Üç tərəfli görüş zamanı yaxın şərqdə sülh prosesinin perspektivləri və İsraildə keçirilən seçkilərin nəticələri diqqət mərkəzində olub. Görüşdə həmçinin İsrail-Fələstin danışıqları mövzusuna da toxunulub. Boks üzrə yeniyetmələr arasında keçirilən çempionatın yarımfinal mərhələsində 16 idmançı vəsiqə alıb. Yarımfinal mərhələsində ən aşağı çəki dərəcəsində Cavanşir Bayramov və Sultan Sultanov görüşdü. Görüş xal hesabı ilə Sultanın xeyrinə başa çatdı. Daha sonra 44 kiloqram çəki dərəcəsində olan idmançılardan Vahid və Rüfət Hüseynovlar görüşdü. Bu görüş 3-0 hesabı ilə Rüfətin qələbəsi ilə başa çatdı. 46 kiloqram çəki dərəcəsində isə Natiq İbrahimov və Vüqar Həsənov qarşılaşdı. Yarışın ilk dəqiqələrində Vüqar rəqibinin bir neçə ağır zərbəsinə məruz qaldı. O nağdan vəziyyətinə düşdükdən sonra görüşü davam etdirməməyə lazım oldu.